Mən özüm şəxsən tradedən uzaq dururam. Çünki onun özü tam professional olmamış o işə girmək heç də düzgün saymıram. Ümumiyyətlə mən uzun dönəmliyəm və son nəticələr onu göstərir ki, o sizə bəhbəhlə gəlin, dağıdacağıq, partdıracağıq deyən traderlərin nəysə 7 aprel 2025-ci il tarixində səsi gəlmir və trade onu göstərir ki, trade köhnə davranışlarımızın və yaxud da köhnə davranışların bu günləri nəyini göstərir bizə? Yeni formada şəkillənməsini göstərir. Amma bundan qabaq Trump yox idi. Bundan qabaq Trump'ın iqtisadi düşüncələri bir başqaydı. Amma bu dəfə gələndə başqa bir yanaşma ilə gəlib. Başqa bir Amerika xəyalından gəlib. Bununla bağlı istəsənizsə gələcək videolarda danışa bilərik. Yenə deyirəm, çalışın, əsəblərinizi qoruyun.